değil. Sual verənlər sual vermişdi. Toy eləmək olarmı? Təzə evə köçmək olarmı? Nə ev əşyası almaq olarmı? Nə bilim qadınlar özünü bəzəyə bilərmi? Bu şeylərin Məhərrəm ayında hökmü nədir? Ağa da cavab verir ki, la yahrumu mumarasatu ma zukira fi ayyamil munasabat. İlla ma udda hatkan ka iqametil ferah ve zine fil yevmil aşir. Bu deyilənlər heç birisi haram deyil. Yalnız o halda ki, Əhl-i Beyt əleyhissalamın əzalı günlərində, xüsusən də zikr eləyir ki, Aşura günündə əgər bu işlərin icrası İmam Hüseyin əleyhissalamın və Əhl-i Beytin hörmətsizliyinə aparıb çıxardarsa, biri Aşura günündə gedib məsələn qaşını aldırır, gözünü bəzətdirir, nə bilim deyə evdən evə köçür, təzə evə köçür ya məsələn deyə toy eləyir. Təbii ki, bu Aşura gününün hörmətini sındırmaq sayıldığı üçün, əgər sayılarsa və qətlən də ki sayılır, o halda haramdır. Amma qalan günlər toy eləmək olarmı? Təzə evə köçmək olarmı? Nə ev əşyası almaq olarmı? Nə bilim qadınlar özünü bəzəyə bilərmi? Bu şeylərin Məhərrəm ayında hökmü nədir? Salam aleykum. Bu filmi inşallah hamısını qoyacağam. Deməli, Seyyid Əl-Xameyniyə sual verirlər ki, toy etmək Aşura günü olarmı? Qadın özünü bəzəyə bilərmi? İşləmək olarmı? Ev əşyalarını almaq olarmı? Aşura günü haramdır. Subhanallah. Aşura günü haramdır. Haramı, halalı bəlli eləyən kimdir? İslam'a göre, Allah'ın dinine göre, Kur'an-ı Kerim'e baştan aşağı girsen, görəcəksən ki, Allah Subhanahu Taala'nın özüdür. Haramı, əşyalar, yemək, nemətlər, olar, olmazı, halallığını eden, haramlığını eden Allah'tır. İran'da da bir Allah var imiş ki, bizim ondan xəbərimiz yox idi. Kim imiş o? Seyyid Əl-Xameyni. Aşura günü toy etmək olmaz. Qadın bəzənə bilməz. Evdən evə köçmək olmaz. Ev əşyalarını almaq olmaz. Çünki bu bir haramdır. Subhanallah. Allahu Ekber. Allah kiməsə ixtiyar verdi ki, Allah'ın yarattığı nemətlər haqqında kimsə halal, kimsə haram etsin. Bir günləri Peyğəmbərimiz Təhrim surəsi 1 və 2-ci ayə. Bəli, Təhrim surəsi 1 və 2-ci ayə. Allah Peyğəmbərə dedi, nə üçün halalı özünə haram etdin? Peyğəmbər belə halalı haram edə bilməz. Təhrim surəsi 1 və 2-ci ayəsində Allah Subhanahu Taala onu qınadı. Buna bax, Allahu Ekber. Utanmaza bax. Davam eləyirik. Bu filmə baxın inşallah. Udda hatkan ka iqametil ferah ve zine fil yevmil aşir. Bu deyilənlər heç birisi haram deyil. Yalnız o halda ki, Əhl-i Beyt əleyhissalamın əzalı Bu əslində bunun əsli haram deyil. Amma Aşura günü edərsənsə haramdır. Günlərində xüsusən də zikr eləyir ki, Aşura günündə əgər bu işlərin icrası İmam Hüseyin əleyhissalamın və Əhl-i Beytin hörməti Həmsinin Aşura günü hər kəs işləsə, əgər dövlət əhəmiyyətli olmursa, onlar qiyamətin günündə Ömər ibn Səədlə məhşur olarlar. Hətta yaxşı yadımdadır ki, yəni mən 60 il bundan qabaq atamı görərdim, ailəmizi görərdim ki, evdə həmin gün bizdə nə yemək pişərdi, hətta adət etdiyimiz dişi yumazdıq biz. Ki, həmin gün dünya işləri ilə məşğul olmazdıq. Televizorlarımız 2 ay işləməzdi. Yəni bu ehtiramı qoruyub saxlayardıq. Aha, indi biri də çıxıb. Həmsinin Aşura günü hər kəs işləsə, əgər dövlət əhəmiyyətli olmursa, onlar qiyamətin günündə Ömər ibn Səədlə məhşur olarlar. Hətta yaxşı yadımdadır ki, yəni mən 60 il bundan qabaq atamı görərdim, ailəmizi görərdim ki, evdə Hamısı danışır. Nə Qurandan, nə də Peyğəmbərin həyatından bir dəlil gətirirlər. Heç bir dəlilləri yoxdur. Sadəcə öz adət ənənəsi, öz qanunları ilə bu din sən dədəvin, nənəvin dini deyil bu. Bu Allah Subhanahu Taala'dan gələn bir dindir. Halallar haramda, haramlar Quran və Peyğəmbərin hədislərində olması lazımdır ki, sən bunu deyəsən. Gör necə həddi aşıblar ki,
sıxılmadan, utanmadan bu sözləri deyirlər. Dəlillə danışında İslam dini dəlil üzərədir. Davam eləyirik. Həmin gün bizdə nə yemək pişərdi, hətta adət etdiyimiz dişi yumazdıq biz. Həmin gün dünya işləri ilə məşğul olmazdıq. Televizorlarımız 2 ay işləməzdi. Yəni bu Televizorumuz 2 ay işləməzdi televizorumuz. Ay kişi, harda qalmısan? Cəmaət məsciddə artıq qaydasız döyüşə baxır. Qaydasız döyüşə. 2 dənə lüt Tursikdə olan lüt bədənli olacaq bir məscid imamı və ətrafında da şiələr yığışıb lüt olan, yəni Tursiklə olan kişinin savaşmasına baxırlar. Özdə harda? Məsciddə. Allah Quran-ı Kərimdə dəfələrlə deyir, məscidə, Allahın evinə qorxaraq girməli deyildinizmi? Quran oxuyanlar biləcəklər. Tursiklə, yəni bir kişinin yəni naməhrəm olacaq yerinə baxa bilər. Şəriətə uyğun olaraq göbəkdən düz topuqla dirsəyin ortasına kimidir. Qadınlı, kişili indi hamı baxır. Allahu Ekber. Deyir, bizim adət-ənənəmizdə var idi ki, 40 gün, 60 gün, 40 gün option televizora baxmazdıq. Bir İslamdan bir din gətirin də, İslamdan bir dəlillər gətirin, ayətlər, filan ayə, hədislər, filan ayə, filan hədislər. Davam eləyirik. Прав Джеб создал серьезные неудобства. Razvarını gördü sol ayağıyla. Fırlandı sol ayağıyla. Bağlı. İşləməkdə bəyənilmir Aşura günündə. İnsan işləsin, əza saxlaması münasibdir və ona görə də biri məcbur olsa, işə getsə, işləsə heç bir günahı yoxdur, haramçılığı yəni qazancında yoxdur. heç bir problemi Bəli, yoxdur. qazancında da heç bir problemi yoxdur. Amma bizə tövsiyə olunan odur ki, əgər insanın əlindən gəlirsə, həmin günü əzadar olmalıdır və dünya işləri ilə məşğul olmalıdır. İşləməkdə bəyənilmir Aşura günündə. İnsan işləsin, əza saxlaması münasibdir. İşləmək bəyənmir. İşləmək olmaz. Cümə surəsində Allah Subhanahu taala deyib ki, cüməyə tələsin, alış-verişi buraxın. Yəni peyğəmbərimizin dövründə peyğəmbərimiz də ətrafındakı olacaq sahabeləri şəhid verdi də. Durdu, çıxdı, dedi, işləməyin, əkinlə məşğul olmayın, qadınlarımız bəzənməsin, bazarda işləməyin və s. Evdən evə köçməyin. Bu nə dindir? Ey sənmişiyələr, lütfən ayılın. Bu dində qalaraq Allaha gedə bilməyəcəksiniz. Bu dində qalaraq Allaha gedə bilməyəcəksiniz. Əmmaməli olan Əhl-i Beytin minbərində Əhl-i Beytin geyimini geyinib bunlara allanmayın. Bunlar Allah Subhanahu taalanın haram demədiyinə haram deyirlər. Halal demədiyinə halal deyirlər. Bir dəlil gətirmirlər. Mən dədə-babadan belə gördüm. Mən nənəmdən belə gördüm. Seyyid Əl-Xameyninin fətvası budur. Bu din deyil valla. Bu dində qalmayın.